İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub. Məhkəmə bu barədə qərar çıxarıb. Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılmışdı. İmamoğlu və digər 99 şübhəli barəsində cinayətkar təşkilata rəhbərlik, cinayətkar təşkilata üzvlük, korrupsiya, rüşvət alma, fırıldaqçılıq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi və tenderi saxtalaşdırılma cinayətləri ilə bağlı istintaq başladılıb. Ona və digər şəxslərə PKK-TCK terror təşkilatına yardım ittihamı üzrə cinayət işi açılmışdı. İstintaq çərçivəsindəki Çağlayandakı İstanbul məhkəməsi şübhəlilər Əkrəm İmamoğlu, Əli İlbaq, Adəm Tuncay, Əhməd Köksal, Əli Nuhoğlu, Əyyub Subaşı, Kamil Teymur Delibaş, Murad Abbas, Mete Sarıaltun, Alper Aydın, Serdal Taşqın, Sərkan Öztürk, Mustafa Nihat Sütlaş, Süleyman Atik, Əhməd Çiçək, Yusuf İlbaq, Sərvət Yıldırım, Sərdar Haydanlı və Buğra Gökçenin həbs edilməsinə qərar verib. İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya və terror əməliyyatı çərçivəsində saxlanılan müğənni Ercan Saatçı azadlığa buraxılıb. 4 gün əvvəl Ercan Saatçı İstanbul Böyükşəhər Bələdiyyəsinin konsertləri ilə bağlı saxlanılmışdı. O, müxtəlif musiqi müsabiqələrində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstərib.